ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كتاب الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Möhtərəm müsəlmanlar, eğer Kur'an-ı Kerim'in ayələrine dikkat etsək, görərik ki, Allah Teala Kur'an-ı Kerim'de birçok yerde kullarını salih əməllər etmeye çağırır, rəhmətləndirir ve həmçində bu əməlləri çoxaldasınız diye Allah Teala Kur'an-ı Kerim'den kullarına salih əməllərə görə vereceği mükafatı xatırladır. Ve həmçində bu ayələrin ardınca dərhal Allah Teala pis əməllərdən çəkindirir. Ve bu pis əməllərdən çəkinməyiniz üçün bizə bu pis əməllərin pis aqibətini və həmçinin bu pis əməllərə görə verəcəyi əzabı qeyd edir Allah Teala. Və həmçinin bu pis əməllərin dünya və ahirətdə fəsadlarını da bizə bildirir. Və həmçinin başqa ayələrdə fikir versək, Allah Teala cənnəti vəsf edir bizə. Əvvəlcə cənnəti vəsf edir və cənnəti qazanmaq üçün çalışasınız diye cennette salih kullarına hazırladığı nimetten ve həmçində əbədi həyatdan danışır Allah Teala. Ve bu ayənin ardınca isə dərhal cəhənnəmi vəsf edir və cəhənnəmə aparan əməllərdən çəkinəsiniz diye cəhənnəmdə olan oddan və həmçində əzabdan danışır. Ve bu cür ayələr çoxdur Kur'an-ı Kerim'də. Allah Teala əvvəlcə müjdə ayəsini gətirir, ardınca ise əzab ayəsi. Məsələn, Allah Teala Kur'an-ı Kerim'de buyurur: وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِلنَّاسِ عَلَى ظُلْمِهِمْ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ الْعِقَابِ. Həqiqətən Rəbbin insanların zalımlığına baxmayaraq onları tövbə edənləri bağışlayır. Və sonra ardınca buyurur Allah Teala: şübhəsiz ki Rəbbinin cəzası şiddətlidir. Ve başka bir ayette Allah Teala buyurur: وَنَبِّ عِبَادِ أَنِّي أَنَا الْغَفُورُ الرَّحِيمُ. Kullarına haber ver ki, bildir ki, həqiqətən mən bağışlayan ve rəhimliyəm. Ve sonra Allah Teala ardınca buyurur: وَأَنَّ عَذَابِ هُوَ الْعَذَابُ الْأَلِيمُ. Ve benim azabım da şiddetlidir. Bu cür ayələr çoxdur Kur'an-ı Kerim'de. Ve bunun hikmeti nedir? Ve bunun hikmeti ondan ibarətdir ki, Allah Teala öz kullarını ona ümid ve həmçində qorxu ilə ibadət etməyə çağırır. Ve Allah Teala bu ayələri belə qeyd edib ki, belə nazil edib ki, bu Allah'a ibadətdə və həmçində yaşayarkən həyatda Allah'a ümid ve həmçində Allah'a qorxu ilə bu iki hissi cəm edib yaşasın. Çünkü bu hisler eğer bu qəlbi ibadətlərdən biri digərini üstələyərsə, eğer insan ümidi çoxaldarsa, bu zaman Allah'ın əzabından arxayıcılıq yaranar. Ve əksinə,
Əgər qorxunu çoxaldarsa, insan ümidsiz, naümid olar, ümidsizliyə qapanar. Və Allah Teala da bu ayələri belə qeyd edib ki, insan ümidlə qorxunu birini digərindən üstün tutmadan eyni səviyyədə Allaha ibadət etsin. Və Allah Teala Quran-ı Kərimdə Peyğəmbərlərini və salih qullarını vəsf edərək bildirir ki, məhz Peyğəmbərlərin və salih qulların sifətidir bu. Yəni, Allaha ümid və qorxu ilə ibadət etmək Peyğəmbərlərin və həmçində salih insanların vəsfidir. Onların sifətlərindəndir. Allah Teala buyurur: İnnəhum kənu yusari'una fil xeyrati və yed'unana rəğəbən və rəhəbən və kənu lənə xaşi'in. Həqiqətən onlar, yəni Peyğəmbərlər, yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə bizə yalvarardılar. Onlar bizə müti qullar idilər. Və başqa bir ayədə Allah Teala buyurur, salih qullarının vəsf edərək buyurur: Fətəcəfə culubuhum anil mədaci'i yəd'unənə xawfən və tam'ən və mimmə razəqnəhum yunfiqun. Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər. İndi isə gəlin baxaq, ümid və qorxu dedikdə nə nəzərdə tutulur? Yəni, hansı qorxu, hansı ümid bəyəniləndir? Və ümid və qorxu qəlbi ibadətlərdəndir. Və Allah Teala Quran-ı Kərimdə bir çox yerlərdə qullarını ondan qorxmağa çağırır. Allah Teala buyurur ki, Lə təxşəvun nəsə vaxşəvun. İnsanlardan qorxmayın, məndən qorxun. Ona görə də qorxu qəlbi ibadətdir. Və həqiqi qorxu, yəni əsl Allah qorxusu, o qorxu sayılır ki, bu qorxu insanı haramlardan və həmçində günahlardan çəkindirir. Əgər insan Allahdan qorxduğunu iddia edirsə, amma haramlardan və günahlardan çəkinmirsə, bu Allah qorxusu deyil. Əsl həqiqi Allah qorxusu o qorxudur ki, insan haramlardan və həmçində günahlardan çəkinir. Və həqiqi ümid də odur ki, yəni Allaha ümid bəsləmək, odur ki, insan yaxşı əməllər görsün. Yəni bu ümid yaxşı əməllə yanaşı olsun. İnsan yaxşı əməllər görsün, salih əməllər görsün, ibadət eləsin, itaət eləsin və savabını Allahdan umsun. Bax, budur həqiqi və doğru ümid. Yoxsa əgər insan əməl etmirsə, əksinə günahlarında davam edirsə və buna baxmayaraq Allah Taala'nın bağışlayan, rəhimli olmasına ümid edirsə, bu bəyənilən ümid deyil, bu aldanmaqdır. Allah Teala Quran-ı Kərimdə buyurur: فَمَنْ كَانَ يَرْجُ لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا. Kim Rəbbi ilə qarşılayacağına ümid bəsləyirsə, elə isə yaxşı işlər görsün və bu iş ibadətlərində heç kəsi Allaha şərik qoşmasın. Və alimlər insanları ümid baxımından, yəni Allaha ümid etməklərinə görə üç yerə bölürlər, üç qismə bölürlər. Birinci qism insanlar Allaha elmlə düzgün ibadət edərək və savabını Allahdan umurlar. Və bu ümid bayağı qeyd etdiyimiz kimi bəyənilən ümiddir. Və ikinci qism insanlar müəyyən günahlardan tövbə edirlər və Allah Taala'nın günahlarını, tövbə etdikləri günahlarının bağışlanmasını ümid edirlər. Və ümid edirlər ki, Allah Taala onların bu günahlarını bağışlayacaq. Və bu da bəyənilən ümiddir. Üçüncü qrup insanlar isə günah işlərində davam edirlər və yaxud ümumiyyətlə əməl etmirlər, amma Allahın bağışlayan və rəhimli olmasına ümid edirlər. Və bəyənilməyən ümid, aldadıcı ümid məhz budur.
Yəni bu ümid insana fayda verməyəcək. Və müsəlmana vacibdir ki, müsəlman ümid və qorxunu, yəni bu iki qəlbi ibadəti bir-birinə bərabər tutaraq Allaha ibadət etsin və bu iki qəlbi ibadəti bərabər tutaraq yaşasın. Çünki Allaha əgər insan, bayaq qeyd etdiyimiz kimi, ümidi çoxaldarsa, bu zaman insan Allahın məkrindən, Allahın əzabından arxayın olar, arxayınçılığı gətirib çıxardar və insanı günaha sürükləyər. Və Allah Teala Quran-ı Kərimdə bu növ insanları qeyd edərək buyurur: Əfəəminu məkrallahi fələ yə'mənu məkrallahi illəl qovmul xasirun. Yoxsa onlar Allahın hiləsindən əmin-əmandırlarmı, yəni arxayındırlarmı? Allahın hiləsindən yalnız ziyana uğrayanlar arxayın olar. Və həmçinin əksinə, əgər insan qorxu tərəfi çoxaldarsa, bu zaman bu insanı ümidsizliyə gətirib çıxarda bilər və ümidsizlik də insanı müəyyən əməllərdən məhrum edə bilər. Və Allah Teala bu qrup insanları da Quran-ı Kərimdə qeyd edərək buyurur: Qalə və mən yəqnətu min rəhməti Rabbihi illə dalilun. Doğru yoldan azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər? Başqa bir ayədə Allah Teala buyurur: İnnəhu lə yeyəsu min rəvhillahi illəl qovmul kafirun. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsərlər. Və alimlər kitablarında qorxu və ümidi qeyd edərək bildirirlər ki, qorxu və ümid sanki quşun qanadlarına bənzəyir. Və bildirirlər ki, əgər quşun qanadlarından biri bərabər olarsa quşun qanadları, bu zaman bu quş düzgün uçar. Əgər qanadlarından biri digərindən naqis olarsa, bu zaman bu quş düzgün uçmaz, bir tərəfli uçar. Və başqa alimlər Allaha tərəf gedən insanı, mömin bəndəni bənzədirlər, deyirlər ki, insan sanki bir quşdur. Bu quşun başı məhəbbətdir, amma qanadları isə ümid və qorxudur. Əgər həm baş, həm qanadlar salamat olarsa, o zaman bu quş salamat uçacaq. Yəni istədiyinə nail olacaq. Amma əgər başı üzülərsə, yəni məhəbbət olmazsa, o zaman quş məhv olar, ölər. Əgər qanadlarından biri əskik olarsa, o zaman bu quş hər an ovçunun ovuna çevrilə bilər. Yəni hər an aza bilər. Və həqiqətən də məhəbbət, yəni Allah sevgisi ibadətin əslidir. Yəni kim əgər öz Rəbbini sevirsə, o zaman bu insan öz Rəbbinin razılığını qazanmağa can atacaqdır. Və əgər Allaha ümid edirsə, o zaman itaətləri artıracaqdır. Və əgər Allahdan qorxursa, o zaman haramlardan və günahlardan çəkinəcəkdir. Və İmam Əhməd və Tirmizi möminlərin anası Ayşə radiyallahu anhədən rəvayət etdikləri hədisdə bir dəfə Ayşə radiyallahu anhə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən bu ayə barədə soruşdu. Dedi ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən soruşdu: Ey Allahın elçisi, Allah Teala Quran-ı Kərimdə buyurur: وَالَّذ۪ينَ يُؤْتُونَ مَا آتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَى رَبِّهِمْ رَاجِعُونَ. O kəslər ki, üzərlərinə düşən vacibləri yerinə getirir və Rəblərinə dönəcəklər deyə qəlbləri qorxu içindədir. Bu kəslər zina edib, oğurluq edib, içki içənlərdirmi? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurdu: Xeyr,
ey Siddiqin qızı. Bunlar o kəslərdir ki, onlar namaz qılar, oruç tutar, sədəqə verərlər və qorxarlar ki, əməlləri qəbul olmasın. Və Həsən-ül Basri bu ayə barədə deyir, Allaha and olsun ki, onlar itaət edib, ibadət edib, əməllərinin onlara qaytarılacağından qorxanlardır. Mömin insan yaxşı əməllə qorxunu cəm edər. Amma münafiq isə pis əməllə əminamallığı cəm edər. Və qul Rəbbini nə qədər çox tanısa, bir o qədər Allahdan çox qorxacaq. Yəni Allah qorxusu Allahı tanımaqla əlaqədardır, əlaqəlidir. Qul nə qədər Rəbbini çox tanısa, bir o qədər də Rəbbindən çox qorxar. Necə ki Allah təala buyurur: "Kəzəlikə innəmə yaxşallaha min ibadihi'l ulema'u." Həqiqətən Allahın qullarının içində Allahdan ən çox qorxanlar alimlərdir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm insanların içindən Allahı ən çox tanıyan, ən yaxşı tanıyan idi. Və buna görə də Allahdan ən çox qorxan idi. Ayşə radiyallahu anhə rəvayət edir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm öz sahabələrinə bir şey əmr etdikdə onlara gücü çatan şeyləri əmr edərdi. Və sahabələr deyirdilər, bəzən deyirdilər ki, ey Allahın elçisi, axı biz sənin kimi deyilik, yəni əməllərimizi artır. Doğrusu Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onlara üzündə qəzəb əlaməti görününcəyə qədər hiddətlənir bu sözdən və deyərdi ki, İnnə ətqakum və a'ləməkum billahi ənə. Şübhəsiz ki, içinizdə Allahdan ən çox qorxan və Allahı ən yaxşı tanıyan da mənəm. Barakallahu li və ləkum fil Qur'an və sünnə və nəfa'ni və iyyəkum bimə fihimə minəl əyəti vəl hikmə. أقول قولي هذا وأستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب فاستغفروه إنه هو الغفور الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين Nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcma'in. Möhtərəm müsəlmanlar, həqiqətən həqiqi Allah qorxusu odur ki, insanı istər insanların içində, istər də təklikdə olanda haramlardan və günahlardan çəkindirsin. Allah Teala Quran-ı Kərimdə buyurur: İnnellezîne yaxşavna rabbahum bil gaybi lehum mağfiratun və ecrun kebir. Həqiqətən öz Rəbbindən onu görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. Və həmçində həqiqi Allah qorxusu budur ki, qul günah etdikdə onu tövbəyə tələsdirsin. Və həqiqi ümid isə budur ki, insanı ibadətə və itaətə rəğbətləndirsin. Və qorxu və ümid hər ikisi bir-birindən ayrılmayan və bir-biri ilə sıx əlaqəli olan qəlbi ibadətlərdir. Allaha ümid bəsləyən eyni zamanda Allahdan qorxandır və həmçində Allahdan qorxan da eyni zamanda Allaha ümid bəsləyəndir. Alimlər bəzi halları qeyd ediblər, hansı ki bu hallarda ümid və qorxudan ikisindən birini çoxaltmaq bəyənilir. Və alimlər qeyd edirlər ki, əgər insan afiyyət və sağlamlıq içindədirsə, bu zaman yaxşıdır ki, bu insan qorxu tərəfi, Allahdan qorxunu çoxaltsın. Çoxaltsın ki, onu günahlara aparmasın. Və həmçinin də alimlər qeyd edirlər ki, insan ölüm ayağında ikən yaxşıdır ki, ümid tərəfi çoxaltsın. Və çoxaltsın ki, ümid tərəfi Allah barədə gözəl zənn edərək dünyasını dəyişsin. Ümumiyyətlə, insan Allah barəsində gözəl zəndə olmalıdır. Və xüsusən də ölüm ayağında.
Çünki ölüm ayağında ən gözəl əməl, ən yaxşı əməl Allah barədə gözəl zənn etməkdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qudsi hədisdə buyurur ki, Rəbbiniz buyurdu, Ənə ində zanni abdi bi, in xeyran fə xeyran, və in şərran fə şərran. Mən, qulum mənim barəmdə nə zənn edərsə, onu da verəcəyəm ona. Əgər mənim barəmdə yaxşı zəndə olsa, yaxşılıq verəcəm. Və mənim barəmdə pis zənd etsə, o zaman pislik verəcək. Və Cəbir ibn Abdullah radiyallahu anh deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin ölümündən 3 gün əvvəl belə dediyini eşitdim. Lə yəmutənnə əhədukum illə və huvə yuhsinu zannə billah. Sizlərdən biriniz Allah barəsində yalnız gözəl zənn edərək ölsün. Və ona görə də ölüm ayağında yaxşıdır ki, ölüm ayağında olan insana gərək Allahın bağışlayan olduğunu xatırlayasan və həmçində rəhmət ayələrini oxuyasan ki, insan gözəl, yaxşı zənn edərək dünyasını dəyişsin. Və Allahdan istəyirəm ki, Allah bizi eşitli faydalardan etsin. Amin. Və Allah bizim bu dünyada tövhid üzərində yaşatsın. Və həmçinin də öləndə də bizi tövhid üzərində öldürsün. Amin. Allah bizim xalqına hidayət versin. Amin. Allah o yerlərdə ki, müsəlmanlar əziyyət çəkir, onlara kömək olsun. Amin. Və bir qardaşımızın uşağı xəstədir. Və Allahdan istəyirəm ki, Allah ona şəfa versin. Amin. Allah bütün müsəlmanların xəstələrinə şəfa versin. Amin. İbadallah. إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون فاذكروا الله العزيز الجليل يذكركم واشكروه على نعمه يزدكم ولذكر الله أكبر والله يعلم ما تصنعون